Gəlin bugün bir mövzu haqqında söhbət edək. Heç fikir vermisiniz? Bəzən kiçik bir hadisə bütün günümüzü dəyişə bilir. Məsələn, kimsə salamımızı almır və beynimiz dərhal cavab axtarmağa başlayır. Yəqin məndən inciyib. Bəlkə nəsə səhv etmişəm. Artıq mənimlə danışmaq istəmir. Amma axşam öyrənirik ki, həmin insanın sadəcə fikri başqa yerdə imiş. Deməli, bizi gün boyu narahat edən hadisə yox, hadisə haqqında qurduğumuz düşüncələr olur. Həyatda bunun kimi çox nümunələr var. Bəzən gələcək haqqında narahat oluruq. Bəzən başqalarının bizim haqqımızda nə düşündüyünü təxmin etməyə çalışırıq. Amma təxmin həmişə həqiqət olmur. Ona görə də beyninə gələn hər fikrə dərhal inanmağa tələsmə. Bəzən sadəcə dayan, hadisəyə biraz sakit bax. Bəlkə də reallıq düşündüyündən daha sadədir. Bəlkə də bugün özünə verəcəyin ən gözəl hədiyyə hər düşüncəni həqiqət hesab etmir.